Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli Elmir Əmlak kanalının izləyiciləri. Sizləri Mərdəkanın ən bahalı küçələrinin birindən salamlayıram. Bu küçə Hacı Zeynalabdin Tağıyev küçəsidir. Arzu restoranından indi ora olub Şəki qalası. Arzu restoranından girdin, gedirsən bir tərəfi də Xalça restoranının yanına 26 nömrəli Mərdəkan xəstəxanasının yanına çıxır həmən küçə. Mən buradayam. Hal-hazırda yerləşdiyim küçə isə yerləşir Sahil Marketlə. Üzbəüz Şanı otelin yaxınlığı, Mərdəkan 145 restoranın yaxınlığı. Həmən Hacı Zeynalabdin küçəsindən, Hacı Zeynalabdin Tağıyev küçəsindən bura 300 metr məsafə var. Bax, gözəl, qəşəng bir küçədir. Burada sizə bir dənə tikilib, üstü bağlanıb, çox bahalı alüminium pəncərələrlə təhciz olunub, amma təmir olunmayıb. Bu evi sizə təqdim edəcəm. Bu ev bizim dostumuzundur. Tikib qoyub, özü üçün eləmişdi. 24 sot. Bu küçədə 24 sotda olan evlərin qiymətinin bilənlər bilir ki, neçəyədir. Yəni, hansı qiymətədir. Mən sizə 24 sotun içərisində 600 kvadratdan çox olan tikili təqdim edəcəm. Amma bilirsiniz nə istəyirəm? Bir adam istəyirəm. Ev sahibi ilə danışmışam. Deyib ki, problemdir, ona da gedərəm. Mən buranı satmalıyam və yaxud da pulum qutarıb, bitib, mən başqa işlə məşğulam, pulum bitib, ora maya qoymaq üçün, bundan sonra təmirə özüm üçün eləyirdim, çatdırmıram. Əgər kimsə varsa, deyir ki, izləyicilərinizdən, kimsə varsa, gəlsin, oturaq, söhbət eləyək, buranı tikib, təmir eləyib, gələcək üçün satışa çıxartmaq istəyən adam olsa, görüşək, danışaq həyətdə, bütün şərtlərimizi danışaq, əl sıxaq, verim deyir, təmir eləsin, çıxarsın satışa. Getdik həyətə, gəl Elmin. Hasarlar, evin hasarları səndədir, gəl gedək. 24 sot, maşallah, bütün monolit beton. Hə? Top dağıtmaz, hə? O vaxtı nənələrimiz deyir, deyə qoca arvadlar, deyirlər, filankəsin top dağıtmaz evi var. Baxın, qurban olum sizə, hasarlarda olan səliqə, kamera xətti hamısı çəkilib, suyu, qazı, işığı, həyətin şambosuna baxaq. İllər nədir? Buna əsr lazımdır. Şambon tikilişi. Ev maşallah. Allah xeyir versin. Kim alacaqsa və yaxud da sahibi bəlkə pul Allah Taala yetirəcək, özü üçün təmir eləyəcəksə, çox gözəl, çox da keyfiyyətli bir tikinti sizə təqdim edəcəm. Gəzib maşallah qutarmaq olmur. Görün maşallah 24 sot torpaq. Burada torpağın sotu 30-35 min manatdır. Tapsıq əgər. Evin tam mərkəzində, həyətin tam mərkəzində, evə yaxın, ayağımın altında. Buna mən bir neçə gün bundan qabaq gəlib baxmışdım. Dedim ki, sən neynəmirsən qardaş? Bütün betondur, beton. Monolit betonla inşa olunmuş 50 tonluq su anbarı. Bütün betonla inşa edilmiş daşma hovuz. Hovuzun motorxanası, su anbarı və rezerv su anbarı. Buranın da özünün ayrıca 15 tonluq rezerv su anbarı var. Bunlar da hamısı beton. Fikri demək istəyirəm, necə düşünmüşdü, insanın harada neynəmək istəyirdi. Tam mərkəzdə, burada, hovuzun tam mərkəzində ocaqlıq eləmək istəyirdim, deyir Hüseyin. Mən özüm üçün burada düşünmüşdüm ki, istirahət güşəsi ocaqlıq eləmək istəyirdim. Kim istəsə bundan sonra buranı ocaqlıq və yaxud da caqquz eləmək olar. Uşaqlar üçün də bir kiçik hovuz da eləmək olar. Bura söhbətgah. Burada deyir, mənim söhbətgahım olacaqdı. Onu düşünmüşdüm. 2 dənə qapı var evin içərisinə. O qapıların biri keçir 1-ci mərtəbənin dəhlizinə, bir qapı da gedir evin mətbəxinə, mətbəx otağına. 600 kvadratdan yuxarı. İndi isə keçək evin daxilinə. Yarı zirzəmi, 1-ci mərtəbə və 2-ci mərtəbə. Bütöv olaraq tam monolitlə inşa olunmuş bu keyfiyyətli ev kiməsə qisməti olacaq. Mən bilirəm ki, bunun gələcəyi möhtəşəm bir villa olacaq. Gəlsən, elm haçarları səndədir. Ver mənə, ay sağ ol. Mən bu haçarları izləyicilərimizə təhvil verməyə gözləyirəm o günü ki, bu haçarları hansısa izləyicimə təhvil verim.
Ya Allah, bismillah. Allah xeyir versin. Buyurun. Monolit beton, tikinti, tam yəni tikilib bitib də, pəncərələr hamısı bahalı alüminium, sol tərəf, keçən kimi sağ tərəf mətbəx otağıdır, mətbəx otağından birbaşa söhbətgaha çıxış qapısı, üzbəüz qonaq otağı, hündürlük maşallah 4 metrə 50 santı, qonaq otağı 75 kvadrat, 80 kvadrat qonaq otağıdır birinci mərtəbədə. Sonra burada bir yataq otağı yerləşir, birinci mərtəbənin yataq otağı. Birinci mərtəbədə birbaşa bu qapıda söhbətgaha çıxır, çamaşırxana və sanitar qovşağı. Qısa olaraq Elvin bir dənə yarı zirzəmi də göstərək, sonra qalxaq ikinci mərtəbəyə. Gəl bir dənə zəhmət olmasa bura. Bax, bu tikintini, bu monolit betonu göstərmək istəyirəm ki, burada heç bir nəmişlik falan, heç nə yoxdur. Bütün, buranın nə qədər olar? Yox, 2 metrədən çoxdur, hə? Çoxdur. 1.80 çoxdur, 2.50. Baxın, buradakı, maşallah, kim istəyər özü üçün idman salonu, istirahət otağı, istirahət güşəsi düzəldər. Xeyirlisi inşallah. Qalxaq ikinci mərtəbəyə. Gəl, Elvin. Monolit beton. Hələ tavana bax. Bu, Allah canını sağ eləsin. Bütün hamısı betondur, qurban olsa. Hər yeri betondur. Gəl. Pilləkənlə qalxan kimi geniş, böyük bir dəhliz var. Sol tərəfdə çıxan kimi ikinci mərtəbənin ümumi sanitar qovşağı. Evin daxilində 4 dənə yataq otağı var. Pilləkənlə qalxan kimi ikinci yataq otağı. Burada hündürlüyə bax Elvin. Üçüncü yataq otağı. Daxilində sanitar qovşağı. 6 metrə var. İndi o inşallah təmir eləyəndə kim özünə necə istəyir, ona uyğun olaraq təmir eləyər. Bütün həyətə görüntü. 4-cü yataq otağı. Yataq otağının həm qardirob, həm də sanitar qovşağı vardır. Buradan çıxım sizə bu eyvandan bir görüntü də görüm, qısa olaraq göstərim. Həm də ki, qapını baxın, alüminium pəncərələr, qapılar da hamısı bahalı alüminium qapılar, bütöv olaraq üstü monolit beton, üstündən də dam örtüyü vurulub. Dəyərli izləyicilərimiz, İnşallah qiymət bugünkü gündə start qiymət qoyulub buna. Belə bir vəziyyətdə 1.050.000 manatdır. Torpağı var 24 sot. 30 mindən 35 mindən torpaq. Bu tikinti əlavə olaraq hər bir şeydə mövcuddur. İnşallah ki qiymətdə endirim olunacaq. Təşəkkür edirəm. Bizi izlədiyi üçün izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.